Herkese merhaba arkadaşlar. Yani dostlar, şimdi bugün biz sizlerle 3. bölümü çekeceğiz. 2. bölümde 1. mərtəbəni eləmişdim. İndi isə istəyirəm 2. mərtəbə eləyim. 2 mərtəbə. Başlayaq. Dostlar, bu 1. mərtəbəni necə eləmişəm? Eyni tərzdə də olacaq. Buradan pilləkən qoyacağam. Buradan bağlayaq. Gələn sər dostlar, 5-ci bölümdə, indi 3-cü bölümdə bu. İndi bir bölüm daha çəkəcəm və buranı qurtaracağam. 5-ci bölümdə isə buradan ikinci binamızı tikəcəm. Bu da 5 mərtəbə oluyor. 3 mərtəbə olacaq bu. Yox, 4 mərtəbə bu da olacaq və burada da 3 dənə bina qurtaracaq. 6-cı bina olacaq. Bundan sonra ancaq ev tikəcəyik. Bina olacaq, amma az olacaq. Yəni onu deyə bilərəm. İndi baxaq, görək necə oldu. Belə giririk. Buradan da çıxacaq, hə. İndi isə dostlar, 2-ci mərtəbəni eləməyə başlayaq. İndi buranı dizayn edək. Dostlar, indi buranın ölçüsünü 5 taxta almışdım məncə, səhv eləmirəmsə. Baxaq. 1, 2, 3, 4, 5. Yox. Buranın ölçüsün buradan sayısı 4. Və 4 taxtalar. İndi buranı elə. Bundan sonra indi isə 2 mərtəbə eləmək istəyirəm, amma baxaq görək necə olacaq. İndi pəncərələrin yerini dizayn edək. Baxaq görək burada necə alınıbsa, elə həmin kimi eləcəyik. Belə, buradan da birim bağlası olur. İndi dostlar, buradan yox, buradan qoysaq əgər, birini də buradan olur, buna da vaxtlayacaq. İndi dostlar, bunun böyürlərini eləyəcəyik. Və pəncərələrin qabaq və böyrü hazırdır. İndi isə buraları edək. Dol pəncərə pəncərələrin dizaynı hazırdır.
Və indi yenə burana baxıb eləyəcəyik. İndi buranı bu səfər fərqli eləyəcəyik. Buranı belə bağlayacağıq. Həmənki kimi kvadrat eləyəcəyik. Və buranı da hazırda. İndi isə buranı edək. Dostlar, bu şəhəri tikdikdən sonra isə həyatda qalmağı oynayacaq sizlə. 100 gün qalmağa çalışacaq. Və hazırdır. İndi isə pəncərələrin qoyaq. Bir də bu qalıb. Buradan başlayır çıxaq. Buradan olsa baxaq dostlar. Buradan buran baxlayaq. Buradan bir qapı. İndi isə buran baxlayaq. Və buran da. İndi isə buranın pəncərələrini qoyub dizayn etməyə başlayaq. Dostlar, indi qabaqda ev futbol videoları, dönər efsanəsi və belə Roblox, Brawl Stars kimi videolar da gələcək. Yəni ancaq Minecraft oynamağa çalışmayacağıq və hər gün bir video atıram. Yəni dönər efsanəsi zat gələcək bu dostlar bu yaxınlarda. Və dalı dedək və bundan sonra dizayn etməyə başlayaq. Və dizayn etməyə başlayaq. İndi bizə bir şey lazımdır, pilləkən. Pilləkən, Allah, baxaq hardadır. Dostlar, bu səfər bundan istəyirəm. Bu görək nətər olacaq. Bura işıqlar da qoyacaq. Dostlar, indi buranı bağlayacaq. Çünki olmadı. Pilləkən belə getmiş. Buranı da koyduktan sonra indi buranı da bağlayaq. Və bura qapını qoyaq. İndi isə buranı dizayn etməyə başlayaq. Bura bir dənə yataq. Bura 2 dənə qoymuşduq. Bir dənə buradan baxaq. 2 dənə. Dostlar, bura sandıq qoyacağım. Bura çalışma masası və fırın. Burada belə rəflər. Rəfləri dostlar, bura qoyaq. Belə olar. Və oldu. Allah.
İndi birinci mərtəbəmiz hazır oldu. İndi isə buranın üstünü bağlayaq. İndi isə dostlar, 3-cü mərtəbəni tikərək. Yəni dizayn etməyəcək, sadəcə tikəcək və pəncərə yerlərini qoyacaq. Və buranı bağlayaq. Və bura bağlandı. İndi isə dizayn etməyə başlayaq. Dördüncü bölümdə isə buranı dizayn edəcək və bir kat da dizayn edəcək və o burada da qurtaracaq. Və pəncərəli yerlərini də qoyaq. Video qurtarır. Buranı belə bağlayaq. Və bura hazırdır. İndi isə qabaq eləyək. Və qabaqda hazırdır. Və hazır. Bir də bura için eləməyəcəyik. Yəni buranı bağlayaq. Və qurtardı. Sağ olun dostlar, bu qədər. 4-cü bölümdə isə bunun içini dizayn edib və bir katlı da eləyəcək. Sağ olun. Dostlar bir dəqiqə. İndi dostlar ben bilirsiniz nə arayacağım. İndi buradan bir şey eləyəcəm. Bundan sonra bura pəncərələri qoyacağım. Bundan sonra isə bunun katını belə eləyəcəm. Çatısını, yəni belə olacaq. Sağ olun dostlar.